Salam. Bu günə kimi hazırladığınız ballı tortları qoyun bir kənara. Sizə yumşaq, çox gözəl hazırlanan bir ballı tort resepti deyəcəm. 200 qram çərək yağının üzərinə 2 stəkan şəkər tozu, 4 yemək qaşığı bal əlavə edirsiniz, çay qaşığı soda, vamxodda qoyursunuz, yavaş-yavaş köpüklənənə kimi əriyir. Soyuması üçün başqa bir qaba əlavə edirsiniz. Yumurtaları bir-bir əlavə edib yaxşı çırpıcı ilə çalırıq. Unu da az-az əlavə edirik. 4 stəkan təxmini un əlavə elədim. 2 stəkan unu da dəzgahın üzərinə əlavə elədim. Ələ yapışmayan yumşaq xəmir yoğururuq. Məndə 9 gündə alındı. Siz gündələri balaca və böyükdə eləyə bilərsiniz. Bu qaydada yaydıqdan sonra üzərinə deşiklər açıram ki, yersiz qabarmalar olmasın. Baxın, belə yumşaq korlar alınır, çox gözəl olur. Kremi üçün 250 qram çərək yağı, 1 banka skuşonkanı əlavə edirik üzərinə. Yaxşıca mikserlə çalırıq. Belə gözəl bir kremimiz alınır. Yığmağa keçirəm burada. Hər qatını kremlədikdən sonra üzərinə qoz ləpəsi əlavə edirəm. Siz etməyə də bilərsiniz, zövqə görədir. Artıq qalan qırıntıları da belə üzərinə sərpirəm. Bu qaydada bəzəyirəm. Möhtəşəm alınır, həqiqətən çox dadlı.